Telefonda zəncirifədə qorxu gəlməklə deyil. Sizin üstünüzə elə bir adam gətirmişəm ki, bu pul söhbəti var ha. O söhbət öldü. Ay qardaş, öldü deyəndə ki, elə belə az pul deyil bu. Bir imkan ver görək ağsaqqal nə deyəcək? Bəhruz sənsən. İndi bu uşaqlar da məni götürüb gətirib bura. Deyirsən ki, böyük pul. O pullar hamısı qəpik quruşdur. Əsas odur ki, münasibətlər pozulmasın. Mənim obyektlərim, avtosalonlarım, o nə mənə puldur ki, mənə də əziyyət verib götürüb gətiriblər bura. Bu nə puldur? Bunlar niyə incidirsən? Bu məsələni həll edib yoluna qoymaq lazımdır. Ona görə mən buradayam. Onda müəllim, pulu siz verəcəksiniz. Yox, mən dedim pul verirəm. Mənim pulum nə gəzir verirəm? Haradadır pul? Nətər yəni pulunuz yoxdur ay müəllim? O boyda bahalı maşın sürürsünüz. Bunu nə vaxtsa almışam indi bahalı maşın. İndi mən neyiniyim? Aparım o xırda xuruş borca görə bu boyda maşını satın. Niyə satırsınız ki maşını? Bu neyim? maşını aparıb avtokredit deyilən bir yer var. Aparsan oraya 20 dəqiqə kreditə salırlar. Maşın qalır özündə. Elə olur. Olur, niyə olmur ki? Nömrəsiz ad dəyişmirlər. Yox, nömrə qalır üstündə, maşın qalır özündə. 20 dəqiqə. 20 dəqiqəyə. Oradan deyirsən. Hə. Sənin qadın alım. Ben bunu deyirəm bu Vallahi. Abi sağ ol, mənim canımı qurtardın. Kreditə salıb elə bir borcumu verəcək də. Kreditə mən niyə sallamayım maşını? Gətir öz keşkanı sal da kreditə. Çeşkanı da Ha salma. olur, elə 90 Olur. ildən yuxarılı boy maşın olur. Əla. Sağ ol. Gördün kişi məsələni nə yapacaq? Xeyirli olsun, xeyirli olsun. Mən elə bil özüm həll elədim də yenə də. Heç nə, xeyirli olsun.